Salam, hörmətli müəllimlər. Baxırıq növbəti 4-cü suala. Qadın idman gimnastikasında sərbəst hərəkətlərin icrası nə ilə müşahidə olunur? Ümumiyyətlə biz bilirik ki, gimnastika neçə növü var? 9 növü var. Bədii gimnastika, kişi idman gimnastikası və 3-cü qadın idman gimnastikası. Ümumiyyətlə sərbəst hərəkətlərin icrası. Biz bilirik ki, sərbəst hərəkətlər nədə icra olunur? Sərbəst hərəkətlər üçün ayrılmış xalçada icra olunur. 13-ün 13-ə bədii gimnastikadadır, 12-nin 12-yə və 1 metr əlavə məhdudlaşdırıcı təhlükəsizlik xətti və kişi idman gimnastikasında da 1 metr 13-ün 12-nin 12-yə və əlavə 1 metr məhdudlaşdırıcı təhlükəsizlik xətti olan sərbəst hərəkətlər üçün olan xalçadır. Deməli, bu xalça üzərində hərəkətlər nə ilə müşahidə olunur? Yalnız fit səsi ilə xeyr, müəllimlər. Burada hakimin fit səsi yoxdur. Gimnastika axıcı bir oyundur. Hakimin komandası ilə xeyr. Bu atletika deyil ki, atletika yarışı deyil, qaçış deyil və yaxud da atmalar deyil. Burada hakimin komandası olsun. Alətlərin səsi ilə xeyr. Heç bir müşayiət olmadan, xeyr, bu heç bir müşayiət olmadan davam edə bilməz, ola bilməz. Yəni, hər hansı bir göstərici olmalıdır. Xüsusi musiqi müşayiəti ilə. Bəli. Bir də ki, müəllimlər, baxın, sizə imtahanda da düşə bilər. Gimnastikadan çox sual düşmür, bir sual düşə bilər. Alətlərdən düşür, alətlərin növlərindən, hansı növdə hansı alətlər var və musiqi müşayiətin hər gimnastın öz musiqisi də ola bilər. Yəni, imtahanda düşsə ki, icazə verilirmi? Adətən doğrudur, doğru deyil, yanlışdır, yanlış deyil fikirlərlə verilir. İcazə verilirmi gimnast özü istədiyi parçanı verib, musiqini verib, öz hərəkətlərini icra etsin? Bəli, olar. Bu 4-də B bəndi. 5-ə baxırıq, müəllimlər. 800 metr məsafəyə qaçış hansı qaçış növünə aiddir və neçə idmançı iştirak edir? Müəllimlər, yadınızda saxlayın. 800 metr məsafəyə qaçışda birinci hansı qabiliyyəti inkişaf edir? Dözümlülüyü inkişaf etdirir və hansı qaçış növünə aiddir? Təbii ki, orta məsafəyə aiddir. Qısaya aid deyil, uzağa aid deyil. Cross qatışı dərəli təpəli yerlərdə keçirilir. Orta məsafə olsa da burada yazılıb ki, bir qrupda 12 idmançı. Xeyr, cavab burada B bəndidir. Orta məsafədə bir qrupda 8 idmançı iştirak edir, qaçır və eyni zamanda zolaqlara bölünürlər və zolaqlarda, hansı ki, atletika stadionunda zolaqlarda nəyə görə zolaqlar çəkilir? Zolaqlarda qaçırlar və heç kimin yoluna keçməməlidir, xətti tapdalanmamalıdır. Hər kəs finişə öz yolunda çatmalıdır. Burada da cavab oldu, müəllimlər, B variantı. Eyni zamanda sınaqlarımızı izləmək üçün və yeni nəşr kitabımızı əldə etmək üçün bizə müraciət edə bilərsiniz. Nömrəni burada biz qeyd etmişik. 050 667 14 89. 5000 sınaqdır və plusda kitabda həm də nəzəriyyədir. Son qaydalarla tərtib olunmuşdur. Eyni zamanda digər sınaqları və mövzularımızın videolarını izləmək üçün YouTube kanalımıza Leyla Məmmədova yazırsınız. Orada izləyə bilərsiniz.